Hər vaxtınız xeyir olsun, Fəxri Xiyabandayıq və burada olmağımızın səbəbi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illinci il dönümü ilə bağlıdır. Hər il olduğu kimi bu ildə bura ziyarətçilər axın etmişdilər səhər saatlarından etibarən və qısaca olaraq Üzeyir Hacıbəyli barədə məlumat vermək istəyirəm. Belə ki, 1885-ci ilin sentyabrın 18-də dünyaya göz açıb və Şuşa şəhərində anadan olub Üzeyir Hacıbəyli və qeyd etmək istəyirəm ki, uşaq yaşlarından etibarən onun musiqiyə marağı olub və bu istiqamətdə köklənib və təbii ki, ömrünü elə məhz musiqiyə həsr eləyib. O təkcə Azərbaycan üçün yox, şərq dünyası üçün də tanınmış, eləcə də dahi şəxsiyyətlərdən biri olub və onun əsərləri eyni zamanda bəstələdiyi musiqilər şərq dünyasında da tərcümə olunur və bugün də oxucuların diqqətindədir. Və qeyd etmək istəyirəm ki, Azərbaycan himninin banisi də məhz Üzeyir Hacıbəyli olub və o 1948-ci il 23 noyabr tarixində dünyasını dəyişib. Dünyasını dəyişdiyi zaman onun dəfn prosesi də məhz Fəxri Xiyabanda həyata keçirilib və o ildən bu ilə qədər hər il olduğu kimi ziyarətçilər bura üz tuturlar və onun haqqında informasiyalar əldə edirlər və bu gün də Mədəniyyət Naziri Adil Kərimli, onunla yanaşı digər mədəniyyət işçiləri və ictimai xadimlər, şairlər, tanınmış nümayəndələr də bura üz tutmuşdular. Əklil qoydular məzarının üzərinə, eyni zamanda gül dəstələri düzdülər və onun xatirəsini yad etmək üçün dualar oxuyub, onunla bağlı müəyyən məlumatlar əldə etdilər. Hətta ziyarətçilər arasında məktəblilər də yer alırdı. Bu da çox xoş bir təəssürat, xoş bir mənzərədir ki, həmin şagirdlər də məhz Üzeyir Hacıbəyli barədə informasiyalar topladılar həm müəllimlərindən, həm də yaşlı nəsildən ki, o təkcə Azərbaycan üçün yox, şərq dünyası üçün də lazımlı insanlardan biri olmuşdu. Çatdıracağım informasiyalar Fəxri Xiyabandan hələlik bundan ibarətdir və sözü yenidən siz ötürürəm.